Bizim qadınlar çarşafdan çıxdılar, amma biraz səhv çıxdılar. Ya tamamilə qapalı idilər, söz haqqları yox idi, ümumiyyətlə heç bir qadın hüquqları yox idi, ya da tamamilə azadlığa çıxdılar və çox belə biədəb bir şəkildə çıxdılar. Təbii ki, hamıya şamil olunmasa da əfsuslar olsun ki, çox az faiz belə normal bir səviyyədədir. Sovetlər var idi. Kimlər nə qədər desələr də, rusları bəyənməsələr də, mən onun fərqindəyəm ki, nə qədər sovetlər var idi, nə qədər ruslar var idi, mədəniyyət var idi. Çünki ən güclü disiplin Rusun disiplinidir və bu təsir edirdi manyeralardan tutmuş, etika, estetika qaydalarından tutmuş, mən bağçaya gedirdim, rus sektorunda bağçaya getmişəm də. Mən xatırlayıram ki, yemək yeyəndə bizə deyirdilər ki, niçavka içə, marçıldatmaq olmaz. Bizə gəlirdilər, deyirdilər, masanın arxasında düz oturmalısan, çiyinin düz olmalıdır, hələ bağça vaxtından. Bizə öyrədirdilər qaşıq necə tutulmalıdır. Qaşığı deyirdi, bərk vura bilmərsən boş qaba, sən sup içən, şorba içəndə bərk vura bilmərsən. Sadəcə sonra elə oldu ki, o 90-cı illərdə Sovetlər dağıldı və Azərbaycan sektoruna məni məktəbə göndərdilər. Amma o kök ki var idi ya. Mən çox oturub hərdən fikirləşirəm ki, yerişdə, danışıqda hər halda mənim bağçadan, kökdən tərbiyəmdə böyük rol olubdur. Ona görə də eləcə də o vaxt qonşularımız tatarlar idi, ruslar çox idi və hər kəs bir disiplin var idi, ona riayət edirdi sanki.